Bugün gözəlliyin və sevginin izinə düşüb Dəli Ceyran romanının müzakirəsinə toplaşmışıq. Bir riyaziyyatçı insan dünyasına, insan ruhuna və öz ətrafına bir baxış idi bu. Bu roman, bu əsər insanı özünü qavramağa, mühiti qavramağa sövq edir. Yazıcı Hamid Xanlı bizim klassik o dastan, məsnəvi və s. bu ənənənin əsasında roman yaradır. Həm Tahir obrazı, həm o üç Dəli Ceyran, mən deyim ki, ədəbiyyatımızda yeni bir düşüncəni özündə əks elətdirir. Deyirəm, ay Elmira, nə yaxşı ki, vətənə gəldin. Mən də səni yaxından tanıdım, tanış oldum. Bəlkə qalasan burada. Nə bilim, harda yaşayıramsa, oralı oluram. Neyniyim? Mən də beləyəm də. Başım xarabdır. Kiməm? Azərbaycanlıyam, Avropalıyam, yoxsa Amerikalıyam, bilmirəm. Sənət adamının özünün bir yanaşması olur əsər yaratmasına. Hər obraz özü bilir ki, ilk sevgi var, ancaq son sevgi yoxdur. Deyirlər ki, mənalı həyat yolu seç. Sevgisiz həyat olmaz ki. Ya sən, ya heç. Uğurlu əsərə görə Hamlet müəllimi təbrik edirəm. Yadındamı? Xoş baxışdan könül həyəcan duyardı. Bir oğlan da yaranışdan xəyallarla yaşayardı. Bədii əsər elə xəyalla dilin belə deyək ki, izdivacıdır, birləşməsidir. İnsan onu oxuduqca sanki qəhrəmanların yanındasan, necə ki Hamlet müəllim sanki onları dinləmiş yazmış və biz də sanki o əsərin içərisində onları dinləyirik. Əsər təbii ki, insan mühitinə, cəmiyyətə, bugünkü cəmiyyətə, bugünkü qadınlara, bugünkü xoş cəhətlərə, Azərbaycanın gözəlliklərinə, bəzi bəlalara hamısına işarə vurur. Sağlıq olsun, düşünürəm ki, biz yenə görüşəcəyik. Sizin hər birinizin yaradıcılıq günlərinizdə və ola bilər hərdən bir də mən nəsə bir şey qurdalasam yenə görüşəcəyik. Sağ olun.